Deməli Sabir, əvvəla sən bir sualım olacaq ki, Nazilə Səfərli həyatda görmürsənmi? Həyatda görmüşəm mi? Bəli. Bəli, toylarda. Harada görmürsün? Toylarda? Toylarda, bəli. Yəni, münasibətiniz olub mu Nazilə Səfərli ilə? Əlbəttə ki, salam aleykum olubdu aramızda. Mən hətta Tarix və Füzulidə, Şuşada olanda hətta oradan zəng vururdular. Bir çox müğənniləri tanınmışlar. Niyə zəng vururdular ki? Dinləyin, zəhmət olmasa. Sabir oradan bizə salam çək göndər, video çək göndər. İndi bugünkü günü tanımırlar. Nazilə sənə deyib mənə video çək göndər. Nazilə Səfərli Tarix bəy. Bəli. Mən Füzulidə olanda, mən orada canlı yayım açmışdım. Yəni Sabir bəy, canlı yayımıza qoşun bizi. Orada canlı yayıma qoşdum. Bir neçə gün, dalbadal. İndi bugünkü gün deyir, səni tanımıram. Yox, bir də üzr istəyirəm. Mən bir şeyi araşdırmaq üçün ilk öncə soruşuram. Mən dünən Nazilə ilə baxmayaraq ki, yorğun idim, axşam söhbət elədim. Çünki dedim, Sabir mənim qonağımdır və mən Sabiri bura nəyinsə müqabilində çağırmamışım. Heç kimin mahnısından danışmayacağım, yenə deyəcəm, rahat oturun. Mənə heç kimin verişim mövzusu lazım deyil, amma mən Sabiri Nazilə Səfərlinin söhbətinə görə çağırmışam bura. Niyə? Nazilə sevilən şairəmizdir, xınalarımızın aparıcısıdır. Sənin bir sözün mənim xoşuma gəlməli, dostum. Nazilə Səfərliyə deyir ki, sən kimsən? Biz sözü bir deyik, üzr istəyirəm. Dostumun əvəzində sənə kimsə desə ki, Sabir, sən kimsən? Sənə xoş gələrmi bir xanıma bunu demək? Mən hansı məqsədlə demişəm, Tarix bəy? Nazilənin fikri sən niyə önəmli olmaq? Qardaş, bir dəqiqə, bax. Mənim bu mahnı Nişanənin ifasına xoşum gəlib, misal üçün. Amma Nişanədən sonra sənin ifafa qulaq asım. Mən düşündüm, canım ana sözünü oğlan demək daha məntiqə uyğundur. Sənin ifonda xoşum gəldi. Mən sənə düzün deyim. Ay mənim göyçək anam, mənim ağ bir... Bunu qızda oxuyur, amma oğlanda bu daha samballı alınır. Mən sənin ifonda bunu, ikisindən də çox xoşuma gəldi. Mən birinci gündə səni görürmüz, qardaşım. Amma sənin orada bir sözün kütlə tərəfindən düz anlaşılmamalıdır. Nə oldu deyim? Buyur. Masaj söhbəti elədin, belimi oxalama söhbəti elədin. Onu vaxtında deyərdi ki, Sabir buna şeirdə deyirsən. Niyə vaxtında demirdin? O sənə deməyib ki, pis oxumusan. Mən soruşdum ondan. O deyir ki, mən Nişanə ilə dostum, o mənim Mehriban'da deyir, xoşuma gəlir. Mən deyir, deməmişəm Sabir pis oxuyur. Tarix bəy, hamı məni sevmək məcburiyyətində deyil. Yox, qardaşım, masaj söhbəti, bax, mən sənə açıq deyəcəyim. Tamam. Mənə Nazilə Səfər dedi ki, sənin haqqında Daxili İşlər Nazirliyi şikayət edib. Çünki o videoda, bəli, onun oğlanlar ona deyib ki, ailəli qadındır, sən ailəli qadına demirsən ki, sən mənim belimi oxalamışsan, masaj eləmişsən, videonda var da, qurban olub. Telefonumda var, mən Füzulidə olanda o şeir hansı mahnının şeiridir? Sevda gəldi, hə, amma sən axı onu deməmişsən, başıma dönüm. Sən nənəm, sən nənəm. Açıqlamasını verdi, hə. Nəyin açıqlamasını verdi? Ki, sən orada deyim, Nazilə sən belivə masaj eləməyib. Şeir, mən demişəm, Nazilə mən belim masaj eləyib. Orada elə çıxıb, amma istənmirsən, Sabir. Göstərəcəyim o videonu sənə, bəli. Tarix bəy, başınıza dönərəm. Nişanəyə baxma, mənə bax. Buranın sahibi, bu da mənim dostumdur, bəli. Dinləyin, zəhmət olmasa. Vaxt var idi ki, deyirlər Sabir, xanım anam mahnısını səndən gözəl heç kim mən də deyirəm bugün, Mehriban inciməsi Nişanədə. Sözümü kəsməyin. Valla Sabirdən yaxşı oxuyan, belə avazla oxuyan görməmişəm. Tarix bəy, indi həmən o insanlara deyin, kimdə eşidib oxumuşdu o mahnını? Onu mən deyə bilmərəm. Mən Mehriban əvəzinə cavab verə bilmərəm. Bax, dedim, bu mahnının söhbəti olmayacaq. Biz mahnını qoyaq qırağa. Mənə bugün sənin bura dəvət evi məqsədi, mən Nazilənin evinin içiyəm. Mənim evimin içidir. Uşağımın bibisidir. Oğlanları mənə dedilər ki, bu qardaş səni bir dənə soruşdular ki, mənim anam, bu, yəni cəmaat bunu düz başa düşmür. Bizən əsəbləşib, deyib, masaj belimi oxalamaq saat. O da deyir ki, hə, mən müharibə vaxtı onun yanına geçsəydim, ayağını da oxalayardım, əskərimdir, qardaşım. Amma belə şey olmayıb, əsəbləşib deyir, şeiri deyib. O da etdi mənə şeiri, amma sən orada başqa cür algılanmışsan. Tarix bəy, mən o videonu necə çəkmişəm? Bəli. Aşıq Zülfiyə xanımla danışdım. Zülfiyə xanım dedim, Nazilə Səfəri də burada. Dedim, çox gözəl, böyük hörmətimiz var. Götürdü Nazilə xanım, telefonu Nazilə Səfəri ilə danışdım. Nə şərt qoymuşsan mənim verişimə çıxmamaq üçün? Demirsən ki, sən onu deyərsənsə, mən sənin bir verişə çıxmayacağım. Mən? Nazilə Səfəriyə? Bəli. Demirsən ki, Mehribanı tərifləsin, mən sənin verişə çıxmayacağım. Bəli, demişəm, danmıram, bəli. Niyə? İnsanların bir fikri var. Necə olur, vaxt vardı, məni sevirdilər, indi başqaları sevirdilər. Bəs devran dəyişir də, qardaş, ola bilər, olamaz, olur. 200'lü olmaq lazım deyil. 200'lü deyil bu. Bax, atam, Nişanə səndən mənə 10 yaylıq yaxındır. Mehriban da ən azından səni qədər olmasa da, Nişanə qədər olmasa yaxındır. Amma mən sənin mahnını eşitməmişdən qabaq, məndə avaz Nişanəni xoşuma gəlir. Amma səni işlərlə sonra ikisindən də çox səni bəyəndim, qardaşım. Yalan nə deyim sənə burada? Bizim bir-birimizə asılacaq. Gələndə bura konfet gətirməmsən ki, mən şirini yiyeyim sənə. Mənim sənin avazında olan ifa xoşuma gəldi, qardaşım. Ola bilər də ki, Nişanə, Nazilə Səfərliyə münasibətiniz necədir? Mənə bu maraqlıdır.
Valla çox yaxşı. Heç bir incilik yoxdur ki. Yox, heç. O çıxıb deyəndə ki, Mehriban yaxşı oxumusan, incimədinmi? Heç, qəti. Bir Sabir niyə inciyir? Zərrə qədər. Biz siz nəyə görə 100 nəfərin 100-ü də məni istəyə bilməz ki, mən də o mahnını Sabirdə sevib oxumuşam. Bəyənib oxumuşam. Nazilə xanım bu günləri məni sevə bilər. Sabah da Tarix bəy mənə videolar atdılar Nazilə xanımın çıxışının. Hətta mənə dedilər ki, ay nə bilim, nə danışmalıyam ki, nə var ki danışılası. Nazilə xanımın öz fikridir. Bu günləri Hə də biz normal fikir sahibiyik. Bu günləri əyələrin belə deyim də üzr istəyirəm. Yox, mahnı patlatmasın, qalmaqal Üzr patladı. istəyirəm. Hə. Bu günləri Mahnı Nazilə çoxdan xanım partlayıb vardı. məni İki pəncərə bəyənmirsə, xahiş o elədim, onun öz Sabirlə fikridir. xanım. Öz belə deyim istəyidir. Mən Nazilə xanıma deyə bilmərəm axı. Məni bəyən, mənim ifamı iminli yox, sən bəyənməzsən. Nişanə yox. xanım, mən Allaha and olsun, Nazilə Səfərli, Mehriban xanımı bəyəndiyinə görə mən əsəbləşməmişəm. Telefonda səni tanımıram, necə tanımaya bilərsən axı? Necə? Tarix bəy, mən sizin verilişə çıxmışam bugün, Siz düzdür? toya düşmüsünüz Nazilə ilə Düşmüşük. haçansa. İndi deyəcək düşməmişik. Sən Allahına yox bırax. demir düşməmiş. Mən özü burada, Allahı burada qəpik belə verməmişəm. Tək pul verdiyim aranjman olub.